dostlar, kanalıma hoş geldiniz. Bugün əla bir video ile karşınızdayım. Videomuz nədir? Tərk edilmiş bir yerdir. Tərk edilmiş yer nətər? Yəni tərk edilib çıxılıb gedilir. Əvvəl bura su motor yeri olub. Yəni elə bir şeydir. Motor radiator var içəridə, yekə. Yəni elə bir şey olar. Motor yeridir, yekə binadır. İndi isə videomuza getməzdən qabaq videolarımızı bəyənib kanalımıza da abunə olub, like eləməyi unutmayın ki, daha çox belə videolar gəlsin. İndi isə keçək videomuza. Gördüyünüz kimi dostlar, bu bölümdən başlayacağım. O bölümlərə qədər, ta ki o bölümlərə qədər. Görürsünüz burada yəni heç bir şey. Yəni uçulub, dağılıb üstündə, o yüzden insanlar yatları qalır. Yəni bura beləncikdir. Bunları taxtaları düşdü. Bax belə. Bunun üstü var imiş beləncik. Baxın onda da olduğu kimi. Bunlar düşüb. Yəni buralıq da bu gündə pis gündədir yəni. Bir içərisini keçəcəm, içərisini göstərəcəm. Sözdə yəni bina da budur. Bina da budur. Binanın içində çox şeyler var yəni. Addım atmağa, yəni adam qorxur da. Baxın. Yer, yat, bütün şey. Buradan taşlar, yatlar tökülür. Bura bizim səfədə baxıram, bura bilmirəm nədir. Yəni insanlar gəlir zilzibilin atır. Xahiş bura zilzibil atmayın. Çox yəni zilzibillidir. Burada su motor olduğuna görə baxın uzağı bilemiyor. Yəni gördüyünüz kimi burada həmin yerin şeydə çıxışıdır. Yani gördüyünüz gibi beləncikdir. Bunun da əvvəl zamanlar baxın belə pis. Yəni çox tərk edildiyi şeydir. Yəni çoxdan çıxılıb gedən bir şeydir. Çünki baxın ovul tökürlər şey. Dostlar size bəxələ dediyim kimi yerin ən büyük yerindir. Yəni ən büyük yerində. Bura daha şey olsaydı bura girəcəydim. Həqiqətən su var, çox sudur. Ona görə girmirəm. Yəni risk almağa dəyməz də. Yəni sizə motor şeylər göstərim. Yani gördüğünüz gibi dostlar, bura əvvəl motor yeri olub. Görürsünüz motorla boydanadır. Çox böyükdür. Baxın belə su. Sular çıxırmış da buradalıqdan. Ona görə baxın tez sudur. Yer, ondan sonra onun o yüzün həmin o yüzün nərdifanları yadı götürüblər. Qoşuyat da var orada. Yəni beləncik bir yer oldu. Yəni mən də istədim buranın bir videosu çəkim. Həmin yerin həmin şeyində də var orada. Şimdi onu size kesip göstereceğim. Şimdi dostlar şimdi hemen bölgeye gireceğim. Bakın arkamda da bu evdir. Bu evden şimdi oralığı da gelsin. Her tarafını size. Oha! Uydo! Bura ne gündədir. Gördüğünüz kimi yani xaraba qalıb da. Duvarın ceyliğine bakın qalınlığına. Buralar xaraba qalıb beləncik. Yəni tərk edilib çıxıb gedirib. Burada uçulub. Ya çok yağan yağışlardan dolayı ya da bakın buraya yağıb pis qalıb. Görürsünüz yağın ki pəncərədən yatdan şey ya uzun zaman tərk edilən bir yer oxşayır uzun zamana. Çünki bakın tökülür, dağılır. Olur. Giriş də belə giriş yapılır. Almışlar. Dostlar gördüyünüz kimi bura ikinci yerdir. Buralıq nəsə olub, ofisdən yatdan olub. Ona görə baxın şey də var. Onu kesip göstərəcəm. Bu nə sümüydü bilmirəm. Şey olmalıdır, kürək. Sümücü. Adam belə qorxur ya. Burada ofis olur çünkü bakın zeminin de kalınlığı yadı ona göre yani çok onun şeye göre çok kalınlığı da var. Burada belədir. Yani içeri girmeyeceğim. Görürsünüz betonla oturucu oyulub. Montajda ləğv edəcəm onları. Bakın burada beləncik pis gündə yerlərdir. Tərk edilmiş. Bakın kabiliyyət. Ağaçdır. Yani uzun zaman terk edilib. Uzun zaman terk edildiğine göre de ağaç çıxır içindən betonun. Yani çoxdan olan bir şeydir. Baxın burada belədir. Bura girəcəm. Gireyim bura. Baxın gördüyünüz kimi dostlar.
Yəni deyirlər, məsələn çox olan bir yerlərdə, yəni cin olur, şeytan olur, ondan sonra bəzi şeylər olur da. Yəni indi tərk edilmiş yerlər var da. Olduğuna göre de yani olar, olması mümkündür. Yani olar. Yani böyle uzun zaman terk edilipse, cin ondan sonra farklı şeyler yani olur. Bravo. Şimdi buranı göstereyim. Evvel burada nərdivan var imiş, buranı söküblər. Bakın. Evvel burada nərdivan var imiş, nərdivanı söküblər kimsə çıxmasın diye yukarı. Bakın nərdivanın izləri də var orada. Nərdivanın izləri də var. Söküblər nərdivanı. Qoymayıblar heç kim çıxmasın. Burada diğer yer. Yani ehtiyatlı olun. Bakın. Yani çok büyüktü de. Bakın göy motor görürsünüz orada. Bura motor yeri olun. Çok ağır da iyi var həqiqi də burada. Bakın. Kuşlar, yatlar. Bu aşacaq. Bakın çünkü çatlaqlara bak. Çatlaqlar var orada. Şimdi o yüzden ki sizin. Çok ağır gələn yerdən mənim də həqiqi şey olur. Ben birinci dəfədir kanalımda yayınlayıram belə video. Belə video mən birinci dəfədir risk edib çəkirəm. Yəni videonun davamını istəyirsinizsə, davamını da yazıb yorumlarda bəyənib də biz həmin mən videoları çəkib sizlər üçün paylaşım. Əziz dostlar, buranı göstərəcəydim. Motoru görürsünüz, həmin motor gördüyünüz kimi oradadır. Mən bayaqdan deyirdim, o tərəfdən göstərdiyimi. O tarafta gösterdiğimi değildim. Orada koyun leşi adı da var. Koyun leşi adı da var. Bak. Yani neye lazımdı onlara açıq suya? Koyun neyse parçalayıp getirip de. Bunun üstü de açığıymış. Üstünden yol varmış. Ben gösterdiğim yerin üstünden yol varmış. Bura nasıl olur ve ben. Yani ofis olub, ne olub, ya motorxana olub. Bakın dəmirdə var yerde. Bakın beləncik bir yerde. Dostlar bakın. Burada tok sistemleri olduğu yer. Ondan sonra ne böyle bir şey olduğu yer. Çünkü bakın yerden çıkıya gelir kabel. Bakın dostlar böyle çıkıyor. Böyle bir şey. Şimdi buradan kullanacağım ben. Bakın toklar yatlar var. Bunun da arka tarafı böyle bir şeydi. Bakın gördüğünüz gibi. Yani çok ıssız bir yerde, yani toklar, moklar, şeyler yatlar, bakın. Terk edilmiş bir yerde, yani görünün içi illerdi. Bura getməmişəm, bura baxmamışam. Ha, burada diğer taraf olmalıdı. Burada diğer taraf olmalıdı məncə. Ha, buranı göstermemiştim size. Oranı göstermiştim, bakın. Buranı göstermemiştim. Burada belədir. Dərindir, çox dərindir. Yəni yerin dibinə baxmayın görsəməz, su təmizdir ona görə. Sonra burada beləncikdir, bax, uzaqdan bir dənə çəkilişini apardım. Yəni burada beləncikdir, pis gündir. Yəni. Burada onun tiki, üstündə qurbağalar mı var, zibil. Xahiş edik, yəni burada zibil atmayın da. Dostlar baxın. Bunun da beləncikdir, uzağı yəni bilinmir də. Gördüyünüz kimi. Əziz dostlar, videomuzda bura qədər idi. Videomuzu bəyənib, kanalımıza keçib, abunə olub, like eləməyi unutmayın ki, daha çox belə videolarımız gəlsin. Nə videomu da çəkməyimi istəyirsinizsə, yorumlarda yazın. Mən həmin bu videoya yaxşı baxış, yaxşı bəyəni gəlsə, bu videonun da partisini çəkəcəm. Sağ olun əziz dostlar. Digər videolarımıza gidib izləyib, digər videolarımıza bəyənib, kanalımıza da abunə olub, like eləməyi unutmayın ki, daha çox bizim belə videolarımız gəlsin. Sağ olun, digər videolarda görüşmək üzrə.